Herkese salam dostlar, necəsiniz? Bugün sizlərlə bir yerdə Kate Sears Daniela'nın makyajını edəcəyik. Bu qrup çıxdığı ilk gündən etibarən mən bu qızı çox sevdim. Ümumiyyətlə mən belə aura tipində olan insanları çox sevirəm və Jennie, Blackpink'dən Jennie də bu tip auraya malikdir və onu da çox sevirəm. Ona görə də onun makyajını etməyə çalışdım. Uyğunlaşdırıb ona uyğun geyimlər seçməyə çalışdım. Onun geyim tipinə uyğun bir şeylər etməyə çalışdım. Buranın bu qismini qatlamışam. Aslında burası açıqdır. Belə olsaymış daha yaxşı olarmış, amma bir şəkildə uydurmağa çalışdım. Hazırsa makyaja başlayaq. Əslində üzündə çox ağır qara makyaj varmış kimi görsənir. Amma əslində elə deyil. Sadəcə korичневый tonlarında və gözlərinin kənarlarının linerini qalın çəkdilər üçün və gözləri çox bəlirgin olduğu üçün tünd makyaj kimi görsənir, amma elə deyil. Korичневыlar var. Yəni orada saçı ıslaqdır. Mən də saçlarımı ısladıb edəcəm. Yəni demək olar ki, eyni tipdə etmək üçün əlimdən gələni edəcəm. Gəlin ilk öncə üzümüzü tonunu bərabərləşdirək. Mən əlimdə olan məhsullarla bunu edəcəm. Yəni əlimdə olan məhsullarla etdiyim bir makyaj olacaq. Eyni tip məhsullar etməyə məcburiyyətdə deyilsiniz. Concealer bu şəkildə tətbiq edirəm. Və hər tərəfdəkini yaymayacağım. Bir gözümün bu alt qismindəkini yayacağım. İlk öncə korичневыlar edəcəm. Bunu isə yekunda siləcəyik. Revolution'un belə bir paletrası var. Və liner çəkək dostlar. Paletradan.